Həkim kardioloq, tibb bilimləri namizədi, Azərbaycanda angiografiya və stent əməliyyatlarının icrasında, başqa sözlə invaziv kardiologiya üzrə ilk yerli mütəxəssis, Azərbaycan Kardiologiya Cəmiyyəti İdarə Heyətinin üzvü, səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə tərəqqi medalı ilə təltif edilmiş Doktor Abbasəli Abbasəliyev. Abbasəli Abbasəliyevin həyatı. Abbasəli Abbasəliyev 1970-ci il 22 apreldə Qərbi Azərbaycanın Göyçə mahalında anadan olub. Orta məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra qardaş ölkə olan Türkiyə ilə imzalanmış müqaviləyə əsasən Türkiyədə tibb təhsilini davam etdirmişdir. 1991-1997-ci illərdə Türkiyənin İzmir şəhərində yerləşən 9 Eylül Universitetinin tibb fakültəsində təhsil alıb. 1997-2001-ci illərdə İzmir Ege Universitetinin Kardiologiya kafedrasında ixtisas artırmadan keçərək elmi işini müdafiə edib kardiologiya mütəxəssisi adını almışdır. 2001-2003-cü illərdə İzmirdə xüsusi Atakalp ürək xəstəlikləri xəstəxanasında işləmişdir. Doktor Abbasəli Abbasəliyevin əsas fəaliyyət istiqaməti 2003-cü ilin aprelindən 2006-cı ilin müvafiq dövrünə qədər Bakıda Mərkəzi Klinik Xəstəxanada kardiologiya bölməsinin müdiri vəzifəsində işləyib. Kardioloq kimi peşə fəaliyyətinin mühüm bir hissəsi olan invaziv intervensiyon kardiologiya ilə sıx bağlıdır. Doktor Abbasəli Abbasəliyev invaziv kardiyologiyada yetişmiş ilk yerli mütəxəssisdir. 2000-ci illərdə Azərbaycanda kardiyologiya bütün dünyada olduğu kimi özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdu. Həmin illərdə ölkəmizdə Türkiyədən gəlmiş mütəxəssislər tərəfindən koronar angiografiya müayinəsi və stent qoyulması yolu ilə tıxanmış damarların açılması əməliyyatları icra olunmağa başlandı. Doktor Abbasəli Abbasəliyev Azərbaycanda belə əməliyyatları icra edən ilk yerli Azərbaycanlı mütəxəssis oldu. O 2003-cü ildən etibarən Mərkəzi Klinik Xəstəxanada koronar angiografiya və stent əməliyyatlarını həyata keçirməyə başladı. Bəzi anadan gəlmə ürək qüsurlarının, o cümlədən ağciyər arteriyası qapağının darlığı, qulaqcıqlar arası çəpərin defekti, patent diktus arteriozus, aort koarktasiyası, cərrahiyyəsiz qapalı müalicəsi də invaziv kardiyologiyaya aiddir. İnvaziv kardiyologiya eyni zamanda ürək ritminin problemlərində daimi pacemaker, ürək batareykası, ICD, CRT cihazlarının implantasiyası, TAVI, yəni aort qapağının qapalı üsulla dəyişdirilməsini də əhatə edir. Abbasəli Abbasəliyev 2006-cı ildən 2017-ci ilədək Mərkəzi Neftçilər Xəstəxanasının intervensiyon kardiyologiya şöbəsinin müdiri vəzifəsində çalışıb. 2017-ci ilin mart ayından etibarən kardioloq doktor Abbasəli Abbasəliyev Respublika Müalicə Diaqnostika Mərkəzinin nəzdində Bakı Ürək Mərkəzinin kardiyologiya şöbəsinin müdiri vəzifəsində çalışıb. Hal-hazırda o, Liv Bonadea Hospitalda peşəkar fəaliyyətini davam elətdirir. Abbasəli Abbasəliyev Azərbaycan Kardiologiya Cəmiyyətinin ən fəal üzvlərindən biridir. Angiografiya və stent müdaxilələri ilə yanaşı olaraq bir kardioloq kimi ekokardiyografiyada daxil olmaqla bütün növ non-invaziv müdaxilələr və ürək çatışmazlığı, hipertoniya, ürəyin işemik xəstəliyi, ateroskleroz və s. bütün digər ürək xəstəliklərinin diaqnostikası və müalicəsi onun tibbdə əsas fəaliyyət sahələridir. Abbasəli Abbasəliyev Azərbaycanda invaziv kardiyologiyanın inkişafında rol oynayan aparıcı mütəxəssislərdən biri kimi yeni kadrların hazırlanmasında iştirak edir, beynəlxalq kardiyoloji konferanslarda fəal iştirak edir. Konkret müalicə diaqnostika istiqaməti, ümumi terapevtik kardiyologiya, invaziv kardiyologiya, koronar angiografiya, koronar angioplastika və stent, daimi ürək kardiostimulyatorlarının ICD və CRT daxil olmaqla implantasiyası, ürək qüsurlarının qapalı üsulla ləğvi, həmçinin TAVI. Doktor Abbasəli Abbasəliyevin iş yeri Liv Bonadea Hospital,